Bir çox təşkilatlarımızda bu həm özəl sektora, həm dövlət sektoruna aiddir. İnkişaf o qədər də sürətlə baş vermir və bunun əsas səbəblərindən biri də odur ki, təşəbbüskarlıq ciddi şəkildə dəstəklənmir. Ümumiyyətlə təşəbbüskarlıq az şəxslərə xas bir xüsusiyyətdir. Mühit də bunu dəstəklənməyəndə ümumiyyətlə təşəbbüslərin sayı azalır. Vəziyyət necədir? Əksər hallarda təşəbbüs göstərmək ona gətirib çıxarır ki, sonra təşəbbüs göstərən özü həmin o təşəbbüsün icraçısına çevrilir və uğurlu olursa ona çox da ciddi təşəkkür düşmür. Təşəkkür, mükafat düşmür. Amma uğursuz olursa o hətta cəzalana da bilər. Yəni ki, belə vəziyyəti görən şəxslər təbii ki, daha çox komfort zonasında qalmağa, təşəbbüs göstərməməyə meyilli olurlar və bu nəticədə gətirib çıxarır ki, təşkilat da çox ciddi şəkildə inkişaf eləmir və olduğu yerdə qalır.